biz gəlin bunu danışaq ki, bax, broiler toyuq əti nə yeyir, yeməyi nədir? Kət toyuğu dediyimizin yeməyi nədir? Bunlar ikisi də eynidir. Sadəcə baxımlardır. Və bu gün üçün bizim üçün xoşdur ki, ölkəmiz quş qripindən azad zona elan olunub. Qida Təhlükəsizliyi Agentliyinə burada mən təşəkkür edirəm ki, bunu bizim üçün edib. Biz artıq, gəlin bununla biz fəxr eləyək ki, bizim yumurtanı, toyuq ətini Avropa ölkələrinə, Çinə, Amerikaya çıxardıb satırıq. Yəni, Amerika federal sertifikat verdiyi 3 firmanın bilirsinizmi necə yoxladı? Altdan girdi, üstdən çıxdı, yoxladı. Qida Təhlükəsizliyi ilə bir yerdə ki, bu yumurta buradan Amerikaya 25 günə gedəcək. Gedəndə hansı proseslər pozula bilər? Yəni, bunların hamısını biz buna nail olmuşuqsa bu gün üçün, bu nə xoş bizə. Və mən sizə Elçin müəllim bir şey də deyim. 2016-cı ildən Mübariz müəllim, bu günə kimi yumurtanın qiyməti 1 qəpik belə qalxmayıb. Qaz qalxıb, işıq qalxıb, su qalxıb və digər hər şey inflyasiya olub. 2016-cı ildə yumurtanın qiyməti, biz topdan satış qiymətini nəzərdə tuturuq. 15 qəpik idisə də, bugün 14,7 qəpikdir. Toyuq ətinin qiyməti 1 manat qalxıb. 1 manat qalxıb. Bugün üçün topdan satış 3 manat 60 qəpikdir. O zamanlarda 2 manat 80 idi, belə yarımdadır. Yəni, demək istəyirəm ki, bu bazarı, bu düzdür. Burada sahədə bizim üçün ölkə başçısının yaratdığı şəraitdir. Soyanı subsidiyadan azad etdi, avadanlıqlara subsidiya verir, müəssisələrin qurulmasına subsidiyalar verilir, dotasiyalar verilir ki, bunun ətin qiyməti qalxmasın. Niyə? Ölkədə ən çox yeyilən bugün üçün 50%-in üzərində toyuq ətidir. Protein mənbəyidir, sağlamlıqdır.